tamaşaçılar. Bugün biz Şəmkir rayonunun Mehirli kəndindəyik. Biz bura gəlməyimizin məqsədi cəmaatın şikayəti ilə bağlıdır. Gördüyünüz kimi bu kəndin demək əsas körpüsü məktəblə kəndin arasında əlaqə kəsilmişdir. Aidiyyəti orqanlar deyilənlərə görə heç buna soyuq münasibət göstərirlər və körpünü bərpa eləmək gənclərinlə biz görüşürüz. Zəhmət olmasa özünüzü təqdim edin. Məmmədov Əziz Kazımoğlu, 1936-cı qolum. Mənim 28 nəvəm var, 32 nəticəm var. O vaxtdan bu vaxta kimi bizə imkan yoxdur. Mən Seyfəllin Qarğıza kəndə anada olmuşam. Burada da hər bu dəqiqə yaşayıram. Körpümüz yox, yolumuz yox, işığımız yox, stolbana çürük tökül hamısı. Xahiş edirəm uşaqlar, körpü, yolumuz yox, 3 kilometr uşaq hərrəli məktəbə gəlir. Bax, belə, hə qadam olur. İndi xahiş edirəm ki, bizə imkan yaratsınlar, bizə körpü salınsın, yolumuzu düzəlsin. Neçə dəfə burada qadın, hamili qadın olur. Kilimən özə keçirmişik. Bax, bu Quranqo soğaqdır. Mən elə doğru dillə deyəcəm. Mən maşında qovub qadın, maşında yatır. Burada bir uşaq oldu, 2 uşaq. Birini aparmışam, yolda maşın içində doğru. Belə iş olmaz. Bizim yerimiz yətərdir. Bizim xahişimiz odur ki, qadınam. Bizim xahişimiz odur, bizim yolumuz, körpümüz, qazımız, heç adımız yoxdur. Bax, məktəb özdə, ondan sonra kənd sədri özdə, mədəniyyət bizdə qabısanlıq özdə, kilimdə aparıq, öylüyük. Doğanı kilimdə aparıq, keçirik. Vallahi imkan. Bax, görürsünüz, saha qadar. Zəfiriz Məhəmməd qızı. 42-ci qoddan mən anadan olmuşam. Atam mühərbiyə edib gəlməyir. Bir qardaş, bir bacı qalmışıq. Bizə hələ hökumət demir ki, nə qarırsınız? İndi mən xahiş edirəm, bax, bu üçü mənim nəvəmdir. 10 gündür məktəbə etmir. Öydədir, əlindən tutub keçirir. Əlindən tutub o köprüdən keçənmir. Bizim ölümümüz o toydadır, biz onun yanına keçə bilmirik. Sizdən çox xahiş edirəm, Ailham. Qabaqcan özünə, ondan arvadına, bu cəmaata yardım elə, bizim körpümüzlə yolunu, qalan şey istəmirəm mən. Belə zulüm olar, atanın, ananın ehsanına bizə bir körpü sal. Çox danışma, Yox, aparsın qoş. İrazıyam Allah'a, qaparsın. Bax, 6 nəvəm var nəticəm, onun bir cəşini mən körpüdən keçirib, nə doktora apara bilmirəm, nə məktəbə yollaya bilmirəm, 10 gündür tutaq döydü uşaqlarımız. Sizə canım qurban, Ailham, hər yerdə adalıbsan, bu kəndə də adalı inkar edir. Bu kəndə nə bax sədirimiz yaxın durur, nə isbalkonumuz yaxın durur, nə də bədəyyətimiz. Öyle gəlsin hamısının üzünə deyim, qorxmuram. Çox sağ olun. Özünüzü təqdim edin. Mən Abbas Oqtanan Muxtaroğlu. Sizin şikayətiniz nədəndir? 51-ci il təvəllüd. Qardaşım, bizim bu kəndin 81-ci ildə mən bağışlayın, üzr istəyirəm. Həyat yoldaşım şamporsa yapardı. Sel apardı. 81-ci ildə. 4 uşaqla mən nə zulüm çəkmişəm, o bir Allah. O gündən bu günə də şikayət eləməkdən zara gəlmişik, heç kim şikayətimizə bax. Şikayət eləyəndə də Əlif bizi Bu dəfə sizin şikayətə baxılacaq. Allah canınızı sağ eləsin, biz sizdən fərq Nə edirik. şikayətiniz var, danışın. Qadının meyidini gedib yerlikətdən gətirmişəm. Mən bir 06'm var idi qardaş. Bağışlayın, üzr istəyirəm. Həmli qadını apardım həkimə. Buradan Lelinkənd qəsəbəsinə aparırıq, 13 kilometr. 13 kilometr arasında Balnisiya çata-çatda 2 kilometr qalmış uşaq dönüyə gəldi. Bu hansı birimizin vicdanımıza yaraşır? Hansı devirdə yaşayırıq? Andolsun Allah'a Mən o gündən bu günə, o qadını görəndə özümü utandım, qadın məni görəndə utanır. Onunla da bir üç tane qadın. Bizə bu yaraşır mı? Bu yaraşır. Yalan da kim danışırsa bu kətdə, mən cavabçıyam. Yalan söhbət yoxdur bu kətdə. Sizin Həqiqət də körpə balalar üçün də yəqin ki, yaxın vaxtlara bu körpünün bərpa olunması Allah canınızı sağ olun. Çox razıyam. Şəmkir rayon icra başçısıdır. İcra başçısından da çox razıyam. Hamısından biz razıyıq. Şəraitimiz Şəmkir kəsilmədiyinə görə düzəlməməyini deyiblər bizə. Biz ondan razıyıq, icra nümayəndələrindən. Şəmkirdə heç vaxt kəsilməyib. İndi kəsildi.
İndi qış Qar təzər kəsilir. il. Yox, Kesilmeyecek. kəsilib də normalını gələcək. Bundan artıq olmayacaq. Nə körpü çəksələr, indi qəbuldur. bizə. Dənizin Yerində ortasında qalacaq. şəhər yaradırlarsa da, çay Bəli. aqa-aqa körpü də Çox düzəldə gözəl. bilərlər, istəsələr. Bəli. Böyle yaşımızda Çox sağ olun, görmemiştik. terbiyəmizə görə təşəkkür Sağ olun, edirəm. minnətlər. Daha kimi şikayəti varsa Hamiləm, baba yetki olmaz, qurban qızı. 42 olmuşam, anadan. Bax, bu cəmaatın da hamısı sağ. Mənim gəlim 2 uşağım, bu körpüdən şu vaxtı var, cəmaat yalandı mı? Var, hamı. Özünü get. Mən çox belə həyəcan keçirmişəm, xahiş eləyirəm, bizə bir körpü salın. Vəssalam, aydın nədir? çox sağ olun. Yəqin ki, aidiyyəti orqanlar sizi eşidir. Sizin şikayətləriniz təmin olunacaqdır. Bir qaynar televiziyanın bir mən əməkdaşı kimi sizə çalışacağıq ki, kömək olunsun. Sağ olun. Məmmədov Şahin Şamuloğlu. Biz eşitdiyimizə görə bu çəkilən hal-hazırda bax bu yol bir ay olmaz ki, siz öz qüvvənizlə, yəni kənd cəmaatının əməyi ilə balta, külünk, bel, bu doğrudurmu? Siz özünüz etmişsiniz. Demək siz Hamısını bir ay olar olmaz. Bax bunu millət tökülüb, lapatka, lom, külük, əlimizdən bax hamısını hörmüşük. Bu durbaları cimimizin pulundan alıb salmışıq hamısını. Hamısını əzəbəziyyətlə. rayon icra hakimiyyətindən sizə kömək olunub bu? Yox, heç bir kömək yox. Kənd bələdiyyə sədri, kənd icra nümayəndəsi. Heç yerdən kömək yox. Yəni maraqlanmırlar. Yox. Demək onlar işləmirlər, belə çıxır da. Yəqin ki, eləsin. Elə bəli gəlib gedirlər. Amma işdə demək köməkləri yox. Yox, işlərdən. Çox sağ olun, Sağ təşəkkür ederim. qadam qollar. Bax bu durbaları qarış, eşən üçün cəmaatdan pulla salmış buraya. Bunu salmaq üçün traktor gətirmişik pulla. Əlimizlə yolu cəmaat əlimizlə salmışıq. İndi çay gəldi apardı. Özdə qalıb, yüzdə qaldı. Xahiş edirəm, nə bələdiyyə, nə kənsilir. Heç bir şey bizə, nə zat bahçı, bizə baxan yoxdur. Məmmədov Şakir Əzizoğlu. Daha bu körpünün tikilməsində belediyenin xəbəri var. Mağara müdürünün də xəbəri var. İcra hakiminin də xəbəri var. Bu kəndin bir gəlisi yoxdur, bura baxan yox, heç nə yox kəndin. Mən özüm 166 nömrə hərbiçilərin tank hissəsinin komandır olmuşam. Bu kənd bir şəhid verir. Qarabağ müharibəsi başlarında burada bir nəfər adam qalmamışdı. Hamı könüllü batalyona getmişdi. Müdafiə Nazirinin əmri ilə getmişdi hamısı. Valla bu kəndin gəlisi yoxdur. Bu icra hakimiyyəti deyil. Maarif Nazirliyi deyil. Bələdiyyə hara baxır bu gündür. Hamısında xəbər var. Cəmaat yazıb bax, səsin yetini də belə orada çevirdim. Cəmaat cibini Gördüyünüz kimi əziz tamaşaçılar, kənd bələdiyyə sədri yerində yoxdur iş vaxtı. Demək biz bu çayın körpünün aparmasında demək iştirak elədik ki, hansı yerdədir. Heç bir kəs bizlə maraqlanmadı. Heç elə bil ki, bu bələdiyyə bu kəndə